Məsələn, sən, ay qardaş, pulu gizlət də, özünü də problemə salasan mənə də. Götür pulu. Sörmək istəyirəm ki, sənə rahat ol da. Bildim də çörək verən adamsa başa düşdüm, istəmirəm o çörək. Get bir ay ərzində ödəyərsən də, mən sənə nə deyirəm. Bakıda Opel markalı avtomobilin sürücüsü Sərxan Məmmədov saxlanılıb. Eyni anda 2 qayda pozuntusu edən sürücü saxlanılıb və barəsində protokol tərtib edilib. Məlumata görə sürücü dövlət yol polisi əməkdaşlarını şantaj etmək məqsədi ilə güya onlara pul verməsi ilə bağlı saxta video görüntü çəkərək sosial şəbəkələrdə paylaşıb. Yol patrul xidmət əməkdaşları ilə sürücü arasındakı dialoq yol polisinin yaxa kamerası ilə qeydə alınıb. Məlum olub ki, yol polisi sürücüdən pul istəməyib. Mən Məmmədov Sərxan Nizamoğlu, Zirə yolunda yol patrul xidməti məni saxlayaraq cərimə yazdı. Mən də onlardan heyfimi çıxmaq üçün Sərxan Məmmədov əməlini etiraf edib və həbs olunub. Onlar məndən pul almadılar. Mən polislərə pul verməmişəm.